Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebi ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah subhanahu istəyir ki, məclisimiz mübarək məclislərdə dinləsin. Allah subhanahu istəyir ki, hər hansı bir müsəlmanların sıxıntıları varsa, sıxıntılarını aradan qaldırsın. Allah'tan istəyir ki, faydalı elmi bizə öyrətsin və öyrəndiyimizi bizim üçün faydalı eləsin. Ölkəmizi və digər müsəlman ölkələrini afiyətli eləsin. Xata baladan, zəlzələdən, afətlərdən, çətin hallardan qorusun. Qısa olaraq Qaf surəsindən bir neçə aydan fayda inşallah götürəcəyik. Yəni burada mövzumuz nə ilə bağlıdır? Allah subhanahu taala üz tutub tövbə eləmək. Tövbə edib Rəbbinə üz tutmaq. Quran-ı Kərimdə bu barədə kifayət qədər çox dəlillər var. Şəri mənada buna inəbə deyilir. İnəbə ibadətin bir növüdür. Allaha üz tutmağa deyilir. Veya tövbə edib pis əməllərindən Allaha doğru yönəlməyə deyilir. İnəbə. Necə ki, alimlər bunu ibadətin növlərini sadalayanda sadalayıblar. Allah subhanahu taala məsələn Zümər surəsində buyurur ki: "Və anibu ilə rabbikum." Rəbbinizə tərəf tövbə edib üz tutun. Bu götürəcəyimiz ayədə Allah subhanahu taala ona tərəf üz tutanların, ondan qorxanların mükafatını bizə zikr edir. Alimlər deyirlər ki, bu Quranda olan tərğib və tərhib, yəni rəğbətləndirmə və qorxutma. Bəzən insanlara lazımdır onları rəğbətləndirək, bəzən insanlara lazımdır onları qorxudaq. Allah azza və cəllə özü də eləyir. Bəzən müjdəliyib, bəzən isə qorxudur. Bəzən qorxutmaq lazımdır ki, insanlar haramlardan çəkinsinlər, yəni islaha doğru. Bəzən nə etmək lazımdır? Yəni qorxutmaqdan yox, müjdələməyə keçmək lazımdır. Bu ayələr Quran-ı Kərimdə bu ayələr müjdə barəsindədir. Ki Allah subhanahu taala Qaf surəsi 33-cü ayədə buyurur ki: "Mən xəşiyər-Rəhmanə bil-ğaybi və cəə bi-qalbin munib, udxuluha bi-salam, zəlikə yevmul xulud." Buyurur ki, "Mən xəşiyər-Rəhmanə bil-ğaybi." Kim qeybdə Rəhmandan qorxarsa. Qeybdə, yəni qeyb bir var aşkarda, yəni insanlar içində. Qeyb isə hasal edilir təhlih halına. Xüsusən fikir verin Quran-ı Kərimdə. Neçə ayələrdir ki, qeybdə qorxarsan. Baxın, Mülk surəsini səhifənin aşağısına İnnellezî yəxşəvnə rabbəhum bil-ğaybi. Rəbbilərinə, çünki həqiqi xəşiyə, həqiqi qorxu qeybdə olan qorxudur. Aşkarda insanlar hamısı qorxa bilərlər. İnsanların qınağından çəkinmək üçün, insanların gözü baxdıqlarından qorxduqları üçün və s. İnsanın həqiqi xəşiyəsi qorxusa bax ortaya çıxır, qeyb halında. Ona Allah subhanahu buyurur ki, "Mən xəşiyər-Rəhmanə bil-ğaybi." O kimsə ki, Rəbbindən, qeybdə Rəbbindən qorxarsa. Və cəə bi qalbin munib və Rəbbinə tərəf üz tutan bir qəlblə gələrsə. Yəni, günahlarından tövbə eləyər, o Allah tərəf üz tutar. İnəbə, munib. Munib Allah'a üz tutan deməkdir. Gələrsə, Allah ki, udxuluhə bi-salam. Yəni, cənnətə salamatçılıqla daxil olun. Nə ilə? Salamatla. Bu, onların müjdəsidir. Zəlikə yevmul xulud. Bu gün əbədiyyət günüdür. Əslində əbədiyyət günü, xulud günü, xalidin, xulud, Quran kimi xalidin fiyhə çox keçib, xulud xalədə, yəni iki toplum üçün də geçərlidir. Həm əbədi cəhənnəmdə qalacaqlar üçün, acında müşriklər, əsli kafirlər və həmçinin mürtədlər və s. Həmçinin müsəlmanlar üçün. İkisində də xuluddur. Cəhənnəmdə əbədi qalanlar olacaq, cənnətdə əbədi qalanlar olacaq. Müsəlmanlardan heç kim cəhənnəmdə əbədi qalmayacaq. Bu Əhl-i-Sünnə vəl Cəmaətin etiqadıdır. Hətta qəlbində xardaldan az qədər iman olarsa, orada necə çıxarılacaq. Madam ki, İslam üzərində ölüb. Madam ki, İslam üzərində ölüb. İmam Səd rəhməhullah buyurur ki, təfsirində, "Xafə alə vəcihil ma'rifət bi rabbihi." O Rəbbindən necə qorxar? Onu tanıyarak qorxar. Çünki xavf və xəşyə, qorxmaq, xəşyə olan qorxu ki, Allah subhanahu taala bunu alimlər haqqında buyurur, "İnnəmə yaxşallahu min ibadil uləmə." Qullar içində Allahdan alimlər qorxarlar. Bu içində elm olan qorxudur. Yəni Allahı tanıyarak qorxmaq. Yəni xəşyə. Ona görə də İmam Səd rəhməhullah buyurur ki, "Rəcəə li rəhmətihi." Yəni belə qorxan insan tanıyarak onun rəhmətini ümid edir. Subhanallah. Və lazım alə xəşyətilə fi həl qaybihi. Və on xəşyə, qorxu onunla davamiyyətli şəkildə olar.
Hem aşkar halında hem de gizli halında. Ve gıybihi en a'yunin nas ve haza hiye haşyetul hakiki. İnsanların gözü görmediği halde Allah'tan korkmak, yani gizlinde. Ve bu hakiki korkudur. Hakiki korku nedir? İnsanın gizlinde Rabbinden korkması. Ama haşyetu fi halin nazaran nas huduruhum, ama insanların içinde korkma, insanlar varken korkmaksa inma kad tekunu riya ve sum'atan. Ola bilsin riyakarlık olsun. İnsanlar özünü göstersin. Ola bilsin eşitdirmək olsun. İnsanları eşitdirir. Yaxşı Quran oxumanı, yaxşı hədis danışmanı, gözəl avazını. Ola bilər bəli. Ola bilər. Xəşyətullah fil qayb və şəhadət ən yuhdəməl ennəl murad bi xəşyəti bil qayb kəl murad iman bil qayb. Harda ki gəlib ki Allah'tan xəşyə, həqiqi məndə qorxu, bilin ki, yəni o əsas nəyə dəlalət eləyir? Qeybdə olan qorxuya dəlalət eləyir. Həqiqi qorxu çünki odur. Həqiqi qorxu odur. Necə ki, məsələn, deyir ki, qeybə iman. Aydın qeybə iman, görmədi şey iman. Aydın qeybdə qorxu, yəni Allah'ın tek qalanda qorxu. حيث يكون الإيمان والخشية ضروريا لاختيارا حيث بأعن العذاب وتأتي آياته هذا هو الظاهر وجاء بقلب منيب ربنا نزجلر ona üst tutan kalbine. Allah subhanahu teala neyle vesile? Onun kalbini Allah'a üst tutan kalp olarak vesile. Çünkü o kalp fayda verecek. Günahlardan çekinir, kime üst tutuyor? Öz Rabbine üst tutuyor. Ona göre inabe ibadetin növlerinden, yani bir növdür. Öz Rabbine üst tutuyor. İctinaben davaihi ila maradihi. Allah subhanahu teala'nın gazabine sebep olacak şeylerden yönelen onun hansı şeylerine? Rızasına sebep olacak şeylere. Onun için Müslüman dua eləməlidir Allah'a. Fikir ver, o, namazda salamdan evvel edilen dualardan biri de nedir? Peygamber sallallahu aleyhi ve sellem necə dua eləyirdi? Allahümme inni e'udhu bi rıdake min sakatik. Allah'ım senin gazabindən, senin rızana sığınırım. Aydındır. Ve bir muafetk min ukubetik. Cezalandırmanla effinden. Ve bir kemink senden de sana sığınırım. La uhsi senaen aleyk ente kema esneyte ala nefsik. Ben sana olan tarifleri sahip tutaramlarım. Sen özün tariflediğin kimsin. Allahu akbar. Çok azametli duadır. Ne vakit gelir bu? Salamdan önce. Yani teşekkürde o duaları eləyəndən sonra salamdan önce edilen dualardan biridir. Sonra Allah subhanahu wa ta'ala udhuluha biselam. Hara daxil olun cennete. Necə? Salamatçılıqla. Biselam ey duhulen mekrunen biselam minel afet ve şurur. Niye göre salamatçılıkla? Çünkü o dahil olma bütün afetlerden, şerlerden, zererlerden uzak olan bir dahil olmadı. Kin, cüduret, həsəd, ədavət hamısı qəlbdən çıxarılacaq. Necə daxil olacaq insanlar cənnətə? Salamatçılıqla. Yəni afiyet içində, salamat qəlblə. Kin yoxdur, cüdurət yoxdur. Sən mə belləmişdin, mən sənə bellədim. Heç biri qalmayacaq. İxvanın mütəqabil, qardaş olaraq, taxtlarda qarşı-qarşıya oturan qardaşlar. Daha sən mən dünyada belləmişdin, mən də sahil deyəcəm, qutarda olar. Onu gedir, udxuluya bir sələm. Afiyetle daxil olun. Burada hiçbir salamatçılığın əksi olan hiçbir şey yoktur. Yani zərər yoktur, şər yoktur. Hiçbir afet yoktur. Zərər olan hiçbir şey yoktur orada. Udxuluha bi selam, zalike yevmul hulud. Yani bu gün ne günüdür? Ebediyet günüdür. Ebediyet günüdür. Çünkü daxil olacaq cənnət elə bir yer ki, orada hiçbir kədər yoktur. Nimətləri daimidir. Ya deyil, İdə dəxələ əhlil cənnəti cənnə, cennet ehli cennete girende carsı çağrımı diyecek. Ya ehlel cennet. Ey cennet ehli. Siz orada ebedi kalıp hiç vaxt çıkmayacaksınız. Ey cennet ehli. Siz orada həmişə cavan kalıp hiç vaxt qocalmayacaksınız. Ey cennet ehli. Siz orada daimi afiyette olasınız. Hiç vaxt xəstələnməyəcəksiniz. Fikir ver, 3 tane mühim şey. Hansı ki insanlar bu dünyada da onun için çalışırlar. Əməliyyatlar, olar, bular, afiyet olsun. Həmişə. Yaşlanmasın. Üzün qaxdırır və s. Əslində bir növ yaradılan məxluq cənnət istəyir. Amma səhv yerdə axtarır. Burada sadəcə ora zəmin hazırlamaq lazım. Yəni tarladır. Əkmək lazımdır ki, biçəsən. Ona göre sələflər dediler, ey Allah'ın qulu, əkin günlərini zayi eləmə ki, bitsin günləri peşman olmayasan.
Dünya kim günlərdir. Bu günləri zayi eləmə. Orada biçməyə nəsə olsun da. Biçim günlər peşman olacaqsın. O bu gün əkim günləridir. Dünya həyatı istifadə elə. Sonra Allah Subhanahu buyurur ki, yani çok tutmayacağım. Lahum ma yeşaun fiha. Lahum yani cennet ehli. Ma yeşaun, ma ismül mevsul. Ellezî yeşaun. Neleri ki istəyirlər onlar. Onlara cenneti istədikləri her şey var. Her şey. Fiha. Özü orada. Ve ledeyna mezid. Ve bizim yanımızda ise daha artığı var. İmam Sa'd buyuruyor ki ey kullu ma taallakat bihi meşiyetuhum. Yani nefisler ne istəyirsə, meşiyetleri, istəyirlər nedirsə. فَهُوَ حَاسِلٌ فِيهَا. Orada onu elde edəcəklər. وَلَهُمْ فَوْقَ ذَٰلِكَ. Bundan daha artığı var. Orada mezid. Artık ey thevabun yemudduhum biha rahmanurrahim. Allah subhanahu teala rahmanurrahim olan Allah onlara öyle bir nimetler hazırlayıp ki la aynun ra'at. Hiçbir göz onu görmeyip ve la uzunun semi'at. Hiçbir kulak onu işitmeyip ve hiçbir ağla da gelen bir şeyler değil. Ve a'zamu zalik. Bundan daha büyük ise nedir? Ve ecelluhu daha üstünü ve aftaluhu daha faziletlisi en nezara ila vecihil kerim. Onun keramet yüzüne bakmaktır. Bəzən dil ayə fikir verir, Qaf surəsi 35-ci ayə. Deyir, ləhum mə yeşəunə fiyhə. Orada onlara etdikləri hər şey var. Yəni orada cənnətdə. İstədikləri hər şey var. Və lədeynə məzid. Bizim yanımızda isə daha artığı var. Yəni daha artığı Allah'ın rızasını halal eləməyi və həmçinin Allah Subhanahu taala'nın özünü onlara göstərməyidir. Onların necələrine baxmasıdır. Çünkü cennet ehline diyecek size artık ne verilecek? Ya Rab, bizi cehennemden xilas elədin, cennete yaxınlaş. Daha ne artık olacak? Deyir, bugün ben size rızamı halal edirəm. Hiç vaxt sizə qəbul zəflənməyəcəm. Doğru terminalisi ne siz istəyin cennette? Artık qəzəb yoxdur. Rızamı size halal edirəm. Onun İbn-i Qayyim rahimehullah cennet ve nimetlerinden danışında Allah rəhmət eləsin. Buyurur ki, rıda Rabbin rızası cennetten daha üstündür. Çünkü cennet onun məxluqudur. Rıza ise onun sifətidir. Onun sifəti ise məxluq deyil. Necə önəmli nöqtəyə toxunum. Həmçin Tövbə surəsində ayəni gətirib ki, onlar altından çaylar axan cənnətlər var. Və ridvanun minallahi ekber. Allah'ın razılığı ise bundan daha büyüktür. Allahu akbar. Yani çok əzəmətli bir şeydir. Ve sonra İmam Sa'd buyurur ki وَتَمَتَّعَ بِسِمَعِ كَلَامِهِ. Onun kəlamını eşitməklə nə edəcəklər? Zövq alacaqlar. Onun üzünə baxmaqla onun kəlamını eşitməklə zövq وَتَنَعْمَ بِقُرْبِهِ. Və ona yaxın olmaqla nimetlənəcəklər. فَنَسْأَلَ اللّٰهَ تَعَالَى يَجْعَلَنَا مِنْهُمْ. Allah'tan istəyir ki bizi də onlardan eləsin. Allah Subhanahu taala istəyir ki bizi sözü eşitib onu en yaxşısına tabi olanlardan eləsin. Bu qədər kifayət düzün Allah bilir sallallahu aleyhi ve sellem Muhammedin ve alihi ve sahbihi ecmaîn. Subhanakallah hamdülillah eşhedü en la ilahe illallah. Allah size bereket versin. Allah ilmini bereket. Amin.